Bismillahirrahmanirrahim. Şaban ayının 15-ci gecəsi fəzilətli və şərafətli gecədir və həmin gecənin əməlləri vardır. Müstəhəb, namazı, duaları, zikirləri və salavatı vardır. Mən onları bir-bir diqqətinizə çatdırıram. Şaban ayının 15-ci gecə müstəhəbdir, savabdır. İlk növbədə qusul edəsiniz. Quslun niyyəti də bundan ibarətdir. Həmişə olduğu kimi Şaban ayının 15-ci gecəsinin quslunu verirəm, qurbətən ilallah. Digər qusullar necə verilir? Bunun da forması o cür olacaqdır. Bu qusulun fəziləti haqqında, həmin gecə yuyunmağın haqqında İmam Sadiq əleyhissalam buyurur, hər kəs həmin qusulu versə, Allah Taala onun günahlarını azaldar. Günahlarını inşallah yuyub aparar, günahları azalar. İkinci, həmin gecə çox təkid olunmuş əməllərdən biri oyaq qalmaqdır. Kim nə qədər bacarırsa, həmin gecə oyaq qalsın, həmin gecənin fəzilətini əldən verməsin. Bilirəm, sabah işi olan ola bilər, amma hər halda Qədr gecəsindən sonra ən üstün gecə Şaban ayının 15-idir. Həmin gecəni oyaq qalmaq çox təkid olunmuşdur və Şaban ayının fəzilətindən danışdıqda bu gecə oyaq qalmağın və Allaha ibadət və itaat edib, istiğfar diləyib, bağışlanmaq istəyib, dua etməyin, namaz qılmağın haqqında bundan öncə kifayət qədər danışdıq. Təkcə bir cümlə kifayətdir. Cəbrail, mələk Peyğəmbərə buyurur ki, həqiqi bədbəxt, məhrum o adamdır ki, o gecənin fəzilət və bərəkətindən məhrum olsun. 3. Həmin gecə müstəhəbdir ki, İmam Hüseyn əleyhissalam ziyarət olunsun. Bildiyiniz kimi, dinin yaşaması, bu Şaban aylarında əlimizə çatmasının qarantı zəmanəti İmam Hüseyn əleyhissalam və onun pak əhl-i beytinin, silahdaşlarının töküldüyü qanuna görədir. Ona görə bu gecələrdə o ağanın ziyarətləri həmişə təkid olunmuşdur. Necə ki, Rəzəb ayında bunu gördünüz və Şaban ayında və mübarək Ramazan ayında bunu inşallah görəcəksiniz. Həmin gecə İmam Hüseyn əleyhissalamın ziyarəti təkid olunmuşdur. Kərbalada olanlar məxsus ziyarətnamələr var, onu oxuya bilərlər kitablarda. Amma Kərbalada olmayanlar, uzaq məsafətən İmam Hüseyn əleyhissalamı ziyarət etmək istəyənlər qaldığı yerdə, olduğu məkanda açıq havaya çıxmalıdırlar, evin damına da çıxa bilərlər, həyətə də düşə bilərlər və müxtəlif formalarda ziyarət var. Ən qısa forması budur. Sağ tərəfinə baxsın, sol tərəfinə baxsın, sonra başını göyə qaldırsın, göyə baxsın. Bunların hamısının bir hikməti var, əbəs yerə deyil, imamlarımızın sözləridir və ondan sonra öz barmağı ilə Kərbalaya tərəf işarə edib salam versin. Salamlar qısa bir dənə də ola bilər, 3 dənə də, 2 dənə də ola bilər. Qısa salamlar ki, kitabımızda qeyd olunmuşdur. Əssalamu aleykə ya Əba Əbdillah. Salam olsun sənə, ey Əba Əbdillah, yəni İmam Hüseyn əleyhissalam. Əssalamu aleykə ya ibnə Rasulillah. Salam